Dəyərli izləyicilərimiz, Abşeron Ali Məmmədli qəsəbəsində bir məhəllədə 3 dənə evlə gəlmişəm. Elə üçünü də girib ətraflı izah eləyəcəm, məlumatını, sotunu. Hər üçü də paket kupçadır, evin də torpağında çıxarışıdır. Keçib birinci 2 otaqlığını göstərək. 1.2 sotdadır. 8 daş kürsüdə, dairəvi qoşadaş özü daşla tikili. Bax, kərpiçlə yox, onu indi sübut eləyəcəm. Padvallarına girişi var, padvalın altından, evin altına baxacaqsınız, kupqurudur. Qiymət 55.000 manatdır. Təkrar edirəm, 55.000-ə istipoldur bu yer. 55.000-ə kombi, radiator deyil, bu otaqlarda kombi qoyulub artıq. Tamamlanma işləri gedir. Bax, arası açıqdır. Görürsünüzmü? Daşdır. Şey deyil, kərpic deyil. Kürsülü, dairəvi qoşadaş, üstü kəmərli, sanitar qoşa sanuderi, girsədən aksesuarları göstər. Moydadır, şuka, aksesuar qoyulub. Tamamlanma işləri gedir. Plintus, pol qaşınıb. Lakşifokku deyilir, nə deyilir? Yenə onun adını deyəmədim. Plintuslar qoyulacaq, qapılar da qoyulub, tam hazır vəziyyətdə. Bir də sport da qoyulur, hə. Bir dənə mətbəx mebeli qoyulmur. Onu da sizsəz endirim istəməyin, 55.000 verin, mətbəx mebeli də qoysun, versin. Burada da yenə bir otaqdır. Sənədi paket kupsadır, qazı, suyu, işığı, hamısı qoyulur. Sizə tərtəmiz təhvil veriləcək, yığışdırıb təhvil verəcəyik. Gedək. Girəcəkdə sanitar qoşan sanuzeli istif oldu. Bax, evdə solda bu tərəfdə göstər. Bax, heç bir evə birləşik deyil. Məhliyə də iş bitdikdən sonra çınqıl töküləcək. Yəni deyirəm, iş gedə-gedə gəlib çəkmişik. Keçdik, ortadakı evi göstərək. Əslində belə sizin gözünüzü yormamaq üçün eləyirik. Zaten yəni bu olsa videonu biz çəkirik. Təkdə də çəkə bilərdik. Ümumilikdə də çəkirik. Deyirik, o birbirine yaxın qonşu olmaq istəyən müştəri bir video baxsın, hələ sözünü ev seçsin. Demək keçdik 3 otaqlıya. 1.6 sotda, yəni sənəd paket kupçadır. Evin də torpağında çıxarışı. Qiymət 72.000 manat, start qiymətdir, endirimdə olacaq. Padvalına girişi var. Əks tərəfdən göstərim, bax, görsünlər ki, boşdur. Evin bir dənə üzün ətraflı çək. Balkonlu. Yenə 1.6 sotda, 8 daş kürsüdə, dairəvi qoşa daş, üstü kəmərli, tam təmirli 3 otaqlı həyət evimizdir. Yəni tamamlanma işləri gedir. Görürsünüz, bax, ara kəsmə zaten bilirsiniz ki, təkdaş olur, kvadrat etməsin deyə. Kubiklə tikilib, kərpiçlə tikilməyib. Geniş mətbəxi, mətbəxdən balkonuna çıxışdır, balkonda mərmər keramika ilə döşənib. Sanitar qovşağı sanuzeli istipol da üstü vurulacaq. Qazı, suyu, işığı, üçü də çəkilir. Sayğaclar qoyulacaq, yataq otağı. Ev yenə heç bir evə birləşir deyil. Aksesuar, kombi, radiator qoyulacaq. Burada da yenə mətbəx mebeli qoyulmur. Gənə təkrar edirəm. Endirim istəməyin, deyin mətbəx mebelini də qoy. Sənə 72